Salam dəyərli izləyicilər, bugün sizinlə Abşeron yarımadasına aid olan test tapşırığına baxırıq. Qeyd edir ki, xəritə sxemdə təsvir olunmuş coğrafi obyektlərdən hansılar səhv göstərilmişdir. Gəlin bunun öz xəritəsinə baxaq, yəni Abşeron yarımadasının göllər xəritəsinə baxaq və oradan daha dəqiq təyin edək. Gəlib buranı yaxınlaşdırıram. Buradan görürük ki, bu 1 ilə göstərilən hissə buraydı. Bura Samur Abşeron kanalıdır. 2 ilə göstərilən hissə, baxın, buradır. Və bu da Sumqayıt çayıdır. 3 ilə göstərilən hissə Ceyranbatan su anbarıdır. 4 Masazır gölüdür. 5 Xoca Həsən gölüdür. Və 6 isə Böyükşor gölüdür. İndi baxaq görək hansılar düzgün qeyd olunubdur, hansılar isə düzgün qeyd olunmayıb. Yazılıb 1-ə, 1 Samur Abşeron kanalı yazılıb, düzgün yazılıb, bu düzdür. Bizə səhv olanlar lazımdır deyə 1 olan variantları silirəm. 2 Girgil çay və yaxud da 2 Sumqayıt çayı, demək 2 səhv göstərilib. Ceyranbatan su anbarı 3 bu düzgündür, ona görə 3 olan variantları çıxırıq. Sonra 5 Masazır gölü dedik ki 4'dür. Masazır gölü 4'dür. 5 Xoca Həsən gölüdür. 5'də səhv göstərilib. 4 Xoca Həsən gölü deyil, Masazır gölüdür. Bu da səhv göstərilib. Deməli 2, 4, 5 səhv göstərilib. Cavab olacaq D variantı. 2-də olmalıdır Sumqayıt çay, 4-də olmalıdır Masazır gölü, 5-də olmalıdır Xoca Həsən gölü.